Hansı fikir yanlışdır? Sistəmin düşür yadıma, hər baxanda mən saçıma. Bir yaz günü vidalaşdın, qəm elədin sən saçıma. Birinci misra yəli halda olan isimlə başlayır. Sistəmin düşür yadıma, sənin, sistəmin. Qarşısına sənin əlavə edə bildiyim üçün burada in mənsubiyyət şəkilçisidir və bu söz adlıq haldadır. Elə cavabımız bu variant olacaq. Üçüncü misrada qeyri-müəyyən yəli halda olan isim var. Yaz günü, burada ü mənsubiyyətdir. Yazın günü, yaz qeyri-müəyyən yəli halda olan isimdir. Doğrudur. İkinci misrada işlənən mənsubiyyət şəkilçili isim yönlü yaldadır. Doğrudur. Mənim saçım, ım mənsubiyyətdir. A yönlü yaldır. İsimlər sadədir. Baxırıq isimlərə. Sitəm, saç, yaz, qəm, saç, bəli, hər biri sadədir. Birinci misrada frazoloji birləşmə var, doğrudur. Sitəmin düşür yadıma, yadıma düşmək, ya da düşmək frazeoloji birləşmədir.